Analiz olub ölkədə. Bilmirəm, məlumatım Yox, yoxdur. bəlkə onun içində millətə zəhər yedizdiriblər. Bəlkə 5 ildən sonra insanlar öləcək. Bəlkə o yumurtaların içərisindən Azərbaycana virüs yayılıb yeni xəstəliklər yaranacaq. Analiz olunub bu ölkədə, yox. O yumurta satan bir dənə iş adamı var, adı nədir onun? O açıqlama verir bu məsələlərdə. Yumurta, nədir o? Mürvət, yumurta Mən mürvət. müraciət eləmişdim, səsi çıxmadı, göyərdi. Yox, yumurta mürvət açıqlama verdi ki, bunun arxasında kim durur? Yumurta mürvət deməyindəm. Yox, adı elə, halq arasında elə də yumurtanı Azərbaycana gətirən odur da. İsrailin yumurtalarını o gətirir da buraya. O yumurta ki, onu qoyursan cücə çıxır, amma o cücənin yumurtaladığı yumurtadan cücə doğulmur. Genetikanı dəyişən, insanların bütün dünyasını dəyişən, anti-insan hərəkətlərlə məşğul olan bunlar deyilmi?